Gəzir hazırda günün ilk trade olan bu long əməliyyatdayam. 15 saniyəlik qrafikdəyəm. 812 dollar risk eləmişəm. 1875 dollar profit hədəfimiz var. Və bunu bağlayayım bir dəqiqə. Analizləri, yəni mən bu qrafikdə eləmirəm. Yəni görmürsünüz, ona görə analizləri və s. Analizləri digər ekranda Atas platformasında edirəm, bu platformada. Ona görə videolarda yəni analiz etdiyim haqqda heç bir məlumat olmur. Yəni paput asmıram bu metodları. Hazırda qiymət bu sitəyə qədər düşdü və ən son satıcılar bu şam içində satıcılarla alıcılar arasında mübarizədə artıq alıcılar daha baskın oldu. Satıcıların orderi çox olsa belə alıcılar qiyməti yuxarı darta bildi. Və biz bunu görərək attım özümü bu yola. Və bu əməliyyat TP olacaq yüksək ehtimallı şəkildə. Ekstra olaraq nə var başqa? Başqa olaraq cari günün dəyər zonası, inkişafda olan dəyər zonasının xaricinə çıxır. Buradan rədi reaksiya alır içəriyə doğru və ehtimalən ki bir yuxarılara, ən az buralara qədər çəkilmə verəcək və bu hərəkəti tutacaq bizdə. Bir də mənə sual gəlir çoxlu. Volume profile trading view'dakına istifadə etmək olar yoxsa yox? İstifadə edə bilərsiniz. Sadəcə orada flow valetlərindən deyə bilərəm ki, volume profile yəni trading view'da istifadə etməyə əl verir. Xəta payı demək olar ki, çox az. Amma necə istifadə etməlisiniz? Bir dəqiqəlik time frame keçirsiniz, orada çəkirsiniz volume profile'ı və dəyər zonası yüksək, dəyər zonası aşağıya value area low-u bir dəqiqəliyin nəzərən xətləyirsiniz. Ondan sonra zaman dilimlərini dəyişib yuxarı zamana və s. keçə bilərsiniz. Amma həmişə bir dəqiqəlikdə çəkin ki, çünki ən doğru halın bir dəqiqəlik verir. Bir dəqiqəlikdə məsələn indikatorda çəkəndə başqa bir şey göstərirsə, yəni məsələn zamanı keçirsiniz, məsələn 15 dəqiqəliyə bir saatlığa keçəndə sürüşür value area low, value area high bölgələri. Ona görə də trading view'da əgər sırf indikatorla baxırsınızsa, xəta payı ola bilir zaman intervallarını dəyişəndə. Amma bir dəqiqəlikdə problem olmayacaq. Bir dəqiqədə çəkin, qrafiki dəyişməsə heç bir problem yoxdur. Qrafiki dəyişməyə istəyəndə də bir dəqiqədə çəkdiyiniz zonlara xətt atın ki, yuxarı zaman diliminə keçəndə itməsin, xəttlərin yerini sürüşməsin. Bunların hamısını çəkəcəm. Daha da hazırda slaytlar hazırlamışam. Public mentorluğun volume profile kursudur. Volume profile necə trade edə bilərsiniz? Tam rahat şəkildə premium bilgilər olacaq hamısı. Yəni paputu sadəcə volume profile nədir deyə olmayacaq. Necə istifadə edə bilərsiniz, trade necə asa bilərsiniz? Yəni əməl başı kurs olacaq. Slaytlarını hazırlamışam, çəkməyə qalıb bir dənə. Və artıq bitiyor. Order filled. Belə.
Qəşəng işləm idi. Məsələn, belə əməliyyatlar xoşlayıram. Ekstrem səviyyələrdə baxın, bu ekstrem fade hərəkətlərdir. Bu hərəkətlər həmişə belə mənim çox tradelərimdə görə bilərsiniz. İğnə kimi gəlir gedir, divi tapmağa, təpəni tapmağa yaxşı yerlərdir və güvənli olur stopumuz. Bunu footprintlə də gücləndiririk. Targetdir.